Salam əməkdaşı dostlar, bugünkü gündə biz yeni bir video düzəldirik və bu videoda biz bu günləri müzakirə eləyəcəyik ki, hansı cüzdan daha yaxşıdır? Ledger, SafePal yoxsa göy dəftər? Təbii ki, göy dəftər özdə bir cüzdan rolu oynaya bilər. Bunu da təbii ki, izah eləyəcəm necə. Hansı daha yaxşıdır, hansı daha etibarlıdır və təbii ki, videoya başlamamışdan əvvəl məsləhət eləyərdim ki, kanala abunə olasınız. Çünki çox maraqlı videolar çəkməyə çalışacağam, informativ videolar çəkməyə çalışacağam və ümid edirəm ki, kanala abunə olub, like eləyib və kommentlərinizi yazmağı unutmayacaqsınız. Gəlin başlayaq birinci biz SafePal cüzdandan. Mən ümumiyyətlə hər iki cüzdanı müəyyən müddət işlətmişəm. Hardasa bir 4 ilə yaxındır məndə Ledger var, 2 ilə yaxındır məndə SafePal var və bu gün istifadə etdiyim çox istifadə etdiyim cüzdanlardan biri təbii ki, məhz SafePaldır. Yəni SafePalın tərəfində qalıram və buna səbəblər var. Düzdür, Ledger'in artıq daha yeni modelləri var. Bu Ledger Nano X-dir. Hardasa sayılır, bu ikinci model sayılır. Bundan qabaq bir dənə də Ledger Nano S səhv eləmirəmsə var və indi daha yeniləri var. Təbii ki, bunu kompüterin ekranında baxanda görəcəyik. Birinci növbədə gəlirik, başlayırıq SafePaldan. SafePal niyə daha yaxşıdır bu planda? Təhlükəsizlik baxımından zaten hər ikisində eynidir. Sən əyənləri göy dəftərə 12 sözü yazmamısansa, sən onsuz da sənsin xeyri yoxdur. Yəni sən kriptoda yaxın, ümumiyyətlə kriptona məşğul olma. Çünki göy dəftərə 12 sözü mütləq yazmalısan. Kompüterdə screenshot eləyib, telefonda screenshot eləyib, kompüterdə nə bilim Word-də zadda yazım yox olmaz. Belə şey eləməyin. Yəni bu təhlükəsiz sayılmır. Dəftər belədir ki, evdədir, əlinin altındadır və hansısa bir əmioğlun gəlib oğurlamayana qədər təbii ki, bu səndədir və bunu da qoruyub saxlamalısan təbii ki. Amma yenə də baxırıq indi məsələlərə və görək ümumiyyətlə bu günlə müzakirə edirik. SafePal niyə daha yaxşıdır? SafePalda ümumiyyətlə yaddaş çoxdur hal-hazırda. Yəni Ledger Nano X-a baxmış yaddaş çoxdur. Ledger'in təzə modelləri var, amma Ledger həqiqətən də biraz çox bahadır. Buna təbii ki, baxacağıq. Qiyməti ola bilsin ki, ekranda çıxdı yəni də. SafePalın da, Ledger'in də qoyacağım qiymətini ekranda. SafePalın yaxşı tərəfləri nədir? Ümumən baxın, görürsünüz, mobil telefon və yaxud kalkulyator kimi deyərdim buna. Sanki kalkulyatordur. Bunu bura özüm yapışdırmışam. Bu burada olmur. Yandex-in işarəsidir və burada arxasında SafePal yazılır, orijinal SafePalların. Type-C nəzarətqə yığır, hər ikisi Type-C nəzarətqə yığır zaten. Bu da Type-C nəzarətqə yığır. Ümid edirəm ki, görünür, bilməm nə dərəcədə görünür. İndi işıq yandıraq və belə eləsək görürsünüz ki, burada hər ikisi Type-C ilə nəzarətqə yığır. SafePalın yaxşı cəhətləri Ledger'dən daha çoxdur. Ekranının olması, yəni ən əsas məsələ, ekranının olması ən əsas məsələ. Klaviaturanın belə qaydada olması çox ideal bir variantdır və çox rahatlaşdırır işi. Parol yığanda da rahatlaşdırır işi. Ümumiyyətlə menyuda naviqasiya eləyəndə də nastroyka bölümündə biz baxa bilirik, gözləməni düzəldə bilərik və yaxud digər məsələləri. Burada dillər baxımından nələr var? İngilis dili var, rus dili var, türk dili yoxdur. İngilis dili var, rus dili var. Mən rus dilində istifadə eləyirəm hal-hazırda. Burada görürsünüz, işığın azaldıb çoxalmaq da var. Və ümumən bir çox coinləri dəstəkləyir. SafePal belə ayrılıqda işləmir. Bu sadəcə olaraq bir cihazdır ki, hardan ki siz transaksiyanı təsdiq eləyirsiniz. Məsələn, deyək, sizin mobil telefonunuzda transaksiya var, tutaq ki, hansısa bir göndəriş eləmək istəyirsiniz. Siz bu zaman zaten göndərişi telefonla eləyirsiniz. Amma telefonla transaksiyanı təsdiq eləmirsiniz. Təsdiqi artıq eləyirsiniz gördüyünüz bir şeylə, belə deyək, cihazla. Məsələn, tutaq ki, əgər mən məsələn götürüb buradan USDT göndərmək istəsəm, halasa, məsələn götürüb USDT göndərmək istəyirəm, hansısa bir elə öz cüzdanlarımdan birini seçirəm, birinci cüzdan, məsələn, buraya yazıram 1 USDT və göndəriş eləyirəm. Yəqin ki, ekran görünür. Yəqin ki, fokusirovka da normaldır, çünki mən bilmirəm, çox yaxşı görünmür. Təsdiq eləyirik və bundan sonra baş verir. Telefon deyir ki, Bluetooth qoşaq, çünki bunlar bir-birindən Bluetooth-la əlaqədə saxlayır. Yəni siz bunu evdə qoymusunuzsa artıq heç bir əməliyyat eləyə bilməzsiniz. Heç bir telefonunuzun kimsə beyni sındırsa, virus salsa da yəni də heç nə eləyə bilməz. Çünki telefonda heç nə qalmır. Sadəcə olaraq interfeysdir. Atpravit eləyirik, göndərmə düyməsini vururuq, təsdiq eləyirik və gördüyünüz kimi burada bizə məlumat verir ki, yəni təsdiq etmək haqqında baxın 638-887. Deyir ki, məlumat göndərildi SafePal-a. İndi isə baxırıq SafePal-ın ekranına və görürük ki, burada bizdə məlumat gəlir. Proversion kod var, az öncə 638-887 və transaksiyanın məlumatlarına baxa bilərik. USDT göndəririk, hansı blockchain-də göndəririk, hardan göndəririk, hara göndəririk var. Buradan yığırıq və daha sonra parolumuzu daxil etdikdən sonra təbii ki, OK düyməsini vurduqsa, indi mən parolu özüm elə-belə daxil elədim. Ondan sonra transaksiya gedir. Mən də niverini parol elədim. Özüm elədim elə-belə. Yəni, belə deyək də, yığdım elə-belə. Parol yığandan sonra OK vursun, göndərsin. Transaksiya bununla da həyata keçir.
Və əgər siz yox, transaksiya həyata keçirmək istəmirsinizsə, sadəcə olaraq ləğv eləmək düyməsini vurursunuz. Baxın, bunu vurursunuz. Okay. Yəni transaksiyadan xəbəriniz yoxdursa, əgər hansısa başqa cür mümkün deyil o da. Yəni əgər siz SafePal-ı, yəni bu cihazı bu telefona qoşmusunuzsa, bu telefondan başqa heç bir telefon, istəyir bu telefon sındırsınlar, istəyir bu telefon oğurlasınlar, heç bir telefon buna transaksiya göndərə bilmir. Lap bu telefon oğurlasalar belə, məsəl üçün bu telefon getdi harasa, yenə də bu sizdə qalıbsa, heç bir şey eləyə bilmirlər. Lap bu telefonu oğurladı, bunu da oğurladısa, o adam göndəriş eləyəndə, buradan balansınıza nəsə göndərsə, buradan təsdiq eləməlidir. Bunun parolunu bilmirsə, artıq heç bir şey eləyə bilməz. Artıq getdi. Amma yox, siz nə eləmsiniz? Siz də ağıllı bir adamsınız və təbii ki, burada açdığınız cüzdanın 12 sözünü nə eləmsiniz? Öz həmin bu göy dəftərinizə yazmısınız ki, sabahsı gün bunu itirəndə, telefonu itirəndə, telefon sınanda, xarab olanda, bu da unitaza düşəndə göy dəftərdən hər şeyi bərpa eləyə bilərsiniz. Ona görə də göy dəftər birinci növbədə kripto işlə məşğul olan adama göy dəftər mütləq şəkildə lazımdır. İndi isə keçirik Ledgerə. Ledger həqiqətən də mən açıq əvvəllər Ledgeri xoşlayırdım. Lap əvvəllər xoşlayırdım Ledgeri. Təbii ki, SafePal-la tanış olmayana qədər. Ona görə də Ledger məndə burada qalır. Ledgerin düzdür. Ledgerdə də var. Blockchainlər əlavə eləyirsən. Məsəl üçün Binance Smart Chain, Ethereum, məsəl üçün Control Center var. Girirsən məsəl üçün Control Center'a. Buradan sən bütün lazım olan nastroyka. Nastroyka baxımından çox kasıbdır Ledger söz nəsi mənasında. Yəni bu model Ledger, bu köhnə modeldir. Təzə modellər həddindən artıq bahadır. 500-600 dollara yaxın, hansılar ki, sərf eləmir almaq. İndi zaten bu belə deyək də bu baxış videosundan sonra bizim videomuzun ikinci hissəsi var. Harada ki biz digər məsələlərə baxacağıq. Ledgerdə demək olar ki, SafePal-la eyni fasonda işləyir. Hər ikisi eyni bir proqramdır. Bu Ledgerin də öz proqramı var. Ledger Live var. Hansı ki məndə yoxdur hal-hazırda. Çünki mən onu yükləməmişəm. Yəni də xatırladıram ki, mən artıq uzun müddətdir ki SafePal işlədirəm. Ona görə də məndə yoxdur bu Ledger Live proqramı, amma belə internetdə var. Ledger Live proqramı da daha doğrusu var hətta, üzr istəyirəm, var. Prosta istifadə eləmirəm. Yəni haçansa yükləmişəm, qalıb. Ledger Live proqramı da gördüyünüz kimi bax belə bir proqramdır, açılır, işləyir. Mən heç bunu qoşmamışam. Daha doğrusu yükləmişəm və ancaq qoşmamışam. Məsələn, Nastroyka Ledger eləsək biz burada baxın, Ledgerin də cürbəcürləri var və bunlar çox bahadır, həddindən artıq bahadır. Yəni 50-60 dollarlıq belə deyək də SafePal-ın qabağında Ledgerə 500-600 dollar vermək və eyni təhlükəsizlik və demək olar ki, eyni usability əldə eləmək məncə yaxşı bir fikir deyil. Yəni ona görə də diqqətli olun bu məsələlərdə. Ledger Nano X var. Təbii ki, SafePal almaq üçün, əldə eləmək üçün link videonun altında var. Baxın görürsünüz, deyir ki, yeni Ledger kimi qoşaq yeni Ledger kimi, bizdə yeni deyil olmaqla, amma necəsə yəni belə bir şey qoşuruq. Ledger Recovery yəqin ki, qoşmalıyıq, prosta mən eləməmişəm, yəni yenə də deyirəm, mən neçə müddətdir işlətmirəm Ledger açığı. Ona görə də inanın ki, yadımdan çıxıb hətta ki, bunu bura necə qoşurduq. Yəni neçə müddətdir işlətmirəm. Ona görə də у меня нет устройства Ledger, настройка Ledger Nano X. Baxın, burada modelləri də göstərir. S var, S Plus var, X-dir. Bizdə olan X-dir, yəni orta modeldir, 3-cü model. Var Flex, var Stax, başa gəlməz dərəcədə bahalıdır, hansı ki, sərf eləmir. Belə dostlar, yəni əgər məndən soruşursunuzsa, əgər sizin orta imkanınız varsa cüzdan almağa və istəyirsiniz ki, sizin sadəcə olaraq cüzdanınız olsun və sizə belə deyək də bu avantajları, təhlükəsizlik avantajlarını versin, orta qiymətlə, yəni daha doğrusu ucuz qiymətlə siz SafePal ala bilərsiniz. Yox, sizin ümumiyyətcə bunlara veriləsi pulunuz yoxdursa və deyirsiniz ki, mənim buna pulum yoxdur verməyə, o zaman göy dəftər ala bilərsiniz. 2 manat 50 qəpiyə göy dəftər ala bilərsiniz və təbii ki, eyni, amma göy dəftər alanda da sizin 12 sözün həm sizin bu göy dəftərdə olacaq, həm də telefonunuzda olacaq. Və sabahsı gün telefonunuzu sındırsalar və yaxud virus düşsə, hansısa bir problem olsa, təbii ki, telefonunuzun beynində olan məlumatlar getdiyinə görə 12 söz və yaxud SafePal haqqında olan və yaxud istifadə edəcək Trust Wallet haqqında olan bütün məlumatlar təbii ki, uçub gedəcək. Ona görə də bunu ala bilərsiniz. Bəzən endirimə də düşür. Videonun altına link qoyacağım zaten. Girib baxa bilərsiniz. Əgər endirimdədirsə, ucuz ala bilərsiniz. Ola bilər ki, ucuz da ala bilərsiniz. Mümkündür bu. Yox, endirimdə deyilsə, yəni də əgər tam təhlükəsiz istəyirsinizsə və məsəl üçün telefonunuza etibar eləmirsinizsə, o zaman buyur. Bütün hallarda bunların hər üçü sizdə varsa, göy dəftər mütləq olmalıdır sizdə. Çünki bunları itirsəksiniz,
Artıq bunun içində olan hər şey gedəcək. Ona görə də 12 söz, 24 söz, 12 söz bax burada olmalıdır. Yaxşı, orta babat qiymətə istəyirsinizsə, buyurun, budur. SafePal-dır sizin ən belə deyək də əlinizə yata bilən bir şey, ən rahat əldə edilən və ucuz əldə edən. Yox, siz istəyirsinizsə belə gələsiz belə bu iPhone necə ki var, məsəl üçün iPhone telefonlarında Puffles, mənim Ledgerim var filan şey, məsəl üçün mənim iPhone-um var. Yəni onu istəyirsinizsə, hə 500, 600 dollar, 800 dollar verə bilərsiniz. Bu özü 300 manat səhv eləmirəmsə, yuxarı model 500 manatdır, dəqiq yadımda qalmayıb. İndi baxacağıq ona ikinci videoda, ikinci hissədə. Belə, yəni istəyirsinizsə belə bir şey buyurun. Bax budur. Yəni həm təhlükəsizlik, həm də belə Puffles, yəni imkanınız çoxdur. Sizin balansınızda 10 dənə Bitcoin var və istəyirsiniz ki, sizin əlinizdə Ledger olsun, axırıncı model, istəyir Nano X olsun, istəyir Flex olsun və digərləri. O zaman buyur. Buradadır, videonun altında da link, girib sifariş edə bilərsən, adres vizadlı, hamısını düzgün yazmalısan. Düzgün adres yazın, hər şey düzgün yazılsa gəlir. Bu heç bir tamoşun zad lazım deyil buna, bu birbaşa Azərpoçt vasitəsilə sizə yaxın olan ən yaxın poçta gəlir. Sadəcə olaraq məlumatlarınızı düzgün daxil edin. Gəlir, problem yoxdur. Bu qədər dostlar, yəni burada çox uzatmaq istəmirəm. Zaten məlum məsələdir. Yəni əgər mənim qabağımda seçim qoyurlarsa, mən Ledgerdən ümumiyyətcə imtina eləyirəm deyərdim. SafePal-ın xeyrinə. Çünki SafePal zaten funksionaldır. Çox əlçatımlıdır və çox sürətlidir. Bluetooth-la da problem yaşamamışam burada. Bax, bunda mən həqiqətən cidden Bluetooth qoşulmalarında problemlər çox yaşamışam. Amma bunda yaşamamışam. Ona görə də keçirik ikinci hissəyə və videonun davamını ekranda davam eləyəcəyik. Və bu dostlar davam edir. İndi baxırıq həqiqətən də qiymətlərə baxırıq. Dediyim kimi Ledgerlər çox həddən artıq bahalıdır həqiqətən də. Yəni Ledger Flex 500 manatdır, Ledger Star X gördüyünüz 800 manatdır və üstündə olan texnologiyalar göstərilir. Yəni sadəcə olaraq hər bir iPhone kimi bir şeydir. Necə ki iPhone hər dəfə 16-15 amma eyni şeydir, nəticə eyni şeydir çıxardır. Burada gördüyünüz kimi. Baxın, dəstəklənən 15 mindən fazla kripto var, dəstəklənən 15 hər ikisində var zaten ayrı məsələdir. Amma düzdür, var olmağına, amma ki tokenlər zadlar nəzərə alınır və qiymətlər görsün necədir. 500 manata Ledger Flex və 800 manata Ledger Stax'dır, Nano X 300 manatdır və S Plus da 160 manatdır. Bizim ölkəyə gəlirmi? Baxaq görək. SPT2 butonuna basırıq. Bizim gözəl ölkəmizə gəlirmi, gəlmirmi? Ödəmə yerinə keçək və Azərbaycan var. Problem yoxdur. Məlumatlarınızı daxil edirsiniz. Post kodu mütləq şəkildə. Məsəl üçün az 50-00. Mən Sumqayıtda olduğuma görə az 50-00 şəhər yazırıq Sumqayıt və bütün məlumatlarınızı tam dəqiqliyi ilə yazırsınız. Telefon nömrənizi yazırsınız ki, poçta gələndə sizdən belə deyək də zəng eləsinlər və xəbərdar eləsinlər. Gördüyünüz kimi alt toplam 300 manatdır, qarqı 25 manat. 325 manata sizə gəlib çıxır orta babat bir dənə Ledger Nano X. Hansı ki zaten daha öncəki videoda dedim hansı işləri yarayır və SafePal-da vəziyyət necədir? Uşaqlar, bütün hallarda linklər hamısı videonun altında var. Videonun altında tam etibarlı girib istəsəz sifariş edə bilərsiniz. Var bizdə Ledger S1 var. Ledger S1 var. Ən ucuz Ledger S1-dir. 49.99-a. Baxaq görək bizim ölkəyə gəlirmi? SPT2-lə yox. Gəl, şimdi sifariş et butonuna basaq uşaqlar. Burada 2 dənə. Daha öncə nəyəsə SPT işləmişəm, ona görə 2 dəfə işləmişəm. Lənətə gəlməsin. Amma bizə əsas lazımdır ki, bizim ölkəyə gəlirmi? Strana baxırıq. Ölkə Azərbaycan, problem yoxdur. Bütün məlumatlarımızı daxil edirik. Kartla ödəniş edirik. Çatdırılma 0 dollar. Fikir versiniz, çatdırılma 0 dollar. Yəni burada artıq əlavə bir ödəniş yoxdur. Mən 2 dənə vurmuşam sifarişə. Birinin qiymətini bilizə nə qədər? Çatdırılma 0 dollardır. 49.99-a SafePal S1-dir. Amma mən deyərdim ki, bax, az öncə mən videoda göstərdiyim X1-i almaq daha yaxşı olardı. X1 də 69.99-a, yəni 70 dollar başlayışdı. Və bizdə də bir də var S1 donanım cüzdanı var. Hansı ki 89.99. Bunlar arasında seçim edə bilərsiniz. Amma mən X1 donanım cüzdanını sizə məsləhət görərdim ki, klaviatur olduğuna görə üstündə çox rahat idarə eləmək həqiqətən də mən istifadə edirəm. Düzdür, digər burada belə deyək də S1 də istifadə etmişəm müəyyən qədər. Amma yəni S1 də belə pis deyil o da, amma X1 daha rahatdır, daha yaxşıdır. Aldınız, kriptolarınızı yığdınız, rahat yaşayırsınız, heç kim sizi sındırmır, heç kim sizin balansınızdan nəsə oğurlamır. Lazım olanda bircə atırsınız, nəyəsə swap edirsiniz, satırsınız, alırsınız. Lazım olanda da geri qayıdıb cüzdanınızda saxlayırsınız. Bütün lazım olan kriptolarınızı göstərib, burada şəkillər də göstərir ki, Ethereum, BNB ilə falan 5 məkan hamısı var burada. Bu qədər dostlar, özünüzə müğayət olun. Videonu mütləq şəkildə like eləyin, sifariş eləmək istəyirsiniz. Linklərdən sifariş eləsəz daha yaxşı olar, çünki linklər tam olaraq etibarlı linklərdir, problem yoxdur. Bu qədər dostlar, özünüzə müğayət olun. Sağ olun, gəlin görüşlərə dək və komment yazmağı da, kanala abunə olmağı da unutmayın. Sağ olun.